Sabahınız xeyir olsun əziz dinləyicilər. Gününüz aydın olsun. Sağlam Radio 93 FM-də Sağlam Səhər efirdədir. Hər birinizi xoş gördük. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də bizim efrimizə qoşula bilərsiniz. Niyə? Çünki bugün olduqca maraqlı bir mövzumuz var. Hər gün qəbul etdiyimiz bir həb, bir şərbət və ya bir vitamin mütləq şəkildə var. Bəs biz həmin dərmanın haradan gəldiyini, hansı mərhələlərdən keçdiyini bəlkə də heç düşünmürük. Deyirlər ki, dərman düzgün verilməzsə, o da insana dərd ola bilər. Məhz bugün Sağlam Səhərdə bu düzgünlük anlayışından danışacaq. Sağlam Radio 93 FM-də bugün studiyamızın qonağı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin ixal-ixrac şöbəsinin müdür müavinidir. Qonağımız Şirin Şahbazovdur. Sabahınız xeyir olsun. Şirin bəy, xoş gəlmisiniz. Sabahınız xeyir. Mən də öz növbəmdə ilk öncə dinləyicilərimizi və sizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, bugünkü söhbətimiz dinləyicilərimiz üçün həm maraqlı, həm də faydalı olacaq. Mütləq şəkildə Şirin bəy, biz təşəkkür edirik. Dərman vasitələrinin ölkə ərazisinə idxalı zamanı nələrə diqqət edilməlidir dostlar? Əgər sizi də narahat edən məqamlar varsa, yazın, bizim efrimizə qoşulun. Gəlin sağlamlığımızın görünməyən, amma çox vacib mərhələsini bugün birlikdə araşdıraq dostlar. Şirin bəy, ümumiyyətlə dərman bizim, belə deyim də, birbaşa sağlamlığımıza təsir edən bir vasitədir və onun ölkəyə daxil olması sadəcə texniki bir proses deyil, eyni zamanda ciddi məsuliyyət və ciddi nəzarət tələb edən bir sahədir və bu nəzarətin mərkəzində məhz sizin təmsil etdiyiniz qurum dayanır. Odur ki, buradan yola çıxaraq dərman vasitələrinin ixal-ixrac şöbəsinin fəaliyyət istiqamətində nələr daxildir? Gəlin, öncəsində dinləyicilərimizə bu haqda məlumat verək. Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin ixal-ixrac şöbəsinin əsas fəaliyyət istiqaməti ölkəyə ixal edilən dərman vasitələri, yəni daha dəqiq desə ixalı planlaşdırılan dərman vasitələrinin ixala icazə alması üçün müraciət edilən sənədlərin, ərizələrə əlavə edilmiş sənədlərin ekspertizası, həmçinin ixalı planlaşdırılan dərman vasitələrindən götürülmüş nümunələrin, yəni dərman vasitələrinin və dərman maddələrinin ekspertizasının, həmçinin sadələşdirilmiş ekspertizasının aparılması, aparılmış ekspertizanın nəticəsinə uyğun olaraq ixala icazə sənədlərinin və ya ixala icazədən imtina qərarlarının tərtib edilməsi, eləcə də ixal edilən dərman vasitələrinin farmasevtik, statistik, iqtisadi məlumatlarının qeydiyyatının aparılması, bu məlumatların toplanılması və dövlət qurumlarından, eləcə də hökumət və özəl təşkilatlardan, mediadan, həmçinin vətəndaşlardan daxil olmuş dərman vasitələrinin ixalı ilə bağlı sorğuların, eləcə də digər müraciətlərin cavablandırılması, həmçinin dərman vasitələrinin ixalı ilə bağlı ölkə qanunvericiliyinə tələb olduğu halda rəy və təkliflərin verilməsi və s. bu tipli məsələlərdən ibarətdir. Bəzən biz düşünürük ki, dərman ölkəyə daxil olsa, deməli hər şey qaydasındadır. Amma əslində bu prosesdə konkret qanunlar, belə deyim, normativ sənədlər və hüquqi çərçivə əsasında tənzimlənir də. Dərman vasitələrinin ölkə ərazisinə idxalı qanunvericilikdə hansı qaydada tənzimlənir bəs? Dərman vasitələrinin idxalı barədə danışırıqsa, biz dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə nəzər yetirməliyik. Ümumiyyətlə, dərman vasitələrinin idxalı ilə bağlı əsas müddəalar qanunun 9-cu maddəsinə əsasən tənzimlənir. Bundan başqa, ümumiyyətlə, dərman vasitələrinin idxalı zamanı lisenziyalar və icazələr inzibati icraat haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri də nəzərə alınır. Buraya əlavə edilmiş sənədlərin qəbulu, icrası, baxılması, müddətlər və s. hər biri. Bundan başqa dərman vasitələrinin idxalı zamanı aparılan ekspertizanın xüsusiyyətləri isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 saylı dərman vasitələrinin ekspertizasının, həmçinin sadələşdirilmiş ekspertizasının aparılması qaydasının 7-ci bəndinə əsasən müəyyən olunur. Hansı ki, burada da ekspertizanın xüsusiyyətləri qeyd olunub və ümumilikdə qısaldılmış şəkildə desək, dərman vasitələrinin ölkə ərazisinə idxalı Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilir. Şirin bəy, bəs bu ölkə ərazisinə idxal prosedurunu, belə deyim, o prosedurun özünü necə qısa izah etmək olar? Çünki qanunvericiliyi ortaya girəndə bizim ağlımızda, belə deyim də, çox mürəkkəb bir proses canlanır, amma bəlkə də mürəkkəb deyil, o ardıcıllıqla biz onu danışsaq daha sadə bir prosedurdur. Əslində, belə deyim, bu işlə əlaqədar olan şəxslər üçün artıq adiləşmiş bir proses sayıla bilər. Bəli, siz danışırsınız çox rahatlıqla və mən tutmağa çalışıram o informasiyaları. Ümid edirəm ki, nisbətən anlaşılan dildə ifadə edə biləcəm. Belə deyək, qanunvericiliyə əsasən və işimizin praktik tərəfini də nəzərə alsaq deyə bilərik ki, dərman vasitələri, qablaşdırılmamış dərman vasitələri, eləcə də dərman maddələri
vasitələri və hətta tibb vasitələri də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan öncə ərizəçilər, yəni idxalçı şirkətlər, qurumlar və s. tərəfindən müraciət ərizəsi ilə icazə verən orqana müraciət edilir. Hazırda bu icazələr Səhiyyə Nazirliyinin dərman vasitələrinin ekspertizası üzrə ixtisaslaşmış qurumu olan Analitik Ekspertiza Mərkəzi tərəfindən qəbul edilir və baxılır və sonda icazə əsasında dediyimiz kimi həyata keçirilir və bu müraciət ərizələrinə ekspertizanın dəyəri ərizəçi tərəfindən ödənildikdən və ödənişin təsdiq edən sənəd təqdim edildikdən sonra artıq sənədlərin icrasına başlanılır. Bu təqdim edilmiş sənədlərdə, yəni o sənədlərin araşdırılması nəticəsində, baxılması nəticəsində hansı dərman vasitələrinin ki, idxalı planlaşdırıldığı aydınlaşdırılır. O dərman vasitələrindən ekspertizanın aparılması üçün nümunələrin götürülməsi ilə bağlı qurum tərəfindən bir iş günündə tədbirlər görülür, bir iş günü ərzində. Və idxal edilən dərman vasitələrinin hər birinin hər bir partiyası, yəni hər seriya nömrəsi üzrə müvafiq sayda nümunələr götürülür. Hansı ki, bunların da dərman vasitələrinin ekspertizası üzrə 17 iş günündən çox olmayaraq, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası üzrə isə 7 iş gündən çox olmayaraq müddətdə ekspertizası aparılır və yekunda bu ekspertizanın nəticəsi əsasında, yəni əgər bu ekspertizanın yekun nəticəsi müsbətdirsə, təbii ki, idxalına icazə verilir. Ekspertizanın nəticəsi mənfi olduqda, mənfi yekunlaşdıqda isə idxala icazədən imtina barədə qərar hazırlanır və ərizəçiyə, yəni idxalçı şirkətə təqdim edilir. Onu da qeyd edim ki, bu ərizənin bir nüsxəsi müvafiq qaydada həmin idxal edilən malın gömrük rəsmiləşdirilməsinin aparılacağı gömrük orqanına da elektron qaydada bir surəti göndərilir. Ümumiyyətlə dərman vasitələrinin idxalına icazənin forması Səhiyyə Nazirliyi Kollegiyasının 2024-cü il 26 dekabr tarixli 2 nömrəli qərar ilə təsdiq edilmişdir bu belə deyək də idxal icazə sənədinin standart forması, hansı ki burada idxalçı barədə, yəni idxalçının hansı olduğu, onun adı, hüquq ünvanı, vöyeni və s. məlumatları, eyni qaydada idxal edilən mal partiyası barədə məlumatlar, alqı-satqı müqaviləsinin tarixi nömrəsi, invoisun, yəni hesab fakturanın tarixi və nömrəsi, həmçinin idxal edilən malların hər birinin ticarət adları, sayı, seriyaları, ümumi dəyəri və s. yəni bütün zəruri məlumatlar burada öz əksini tapır. Çox təşəkkür edirəm Şirin bəy, əziz dinləyicilər. Bu mövzu birbaşa bizim hər birimizi maraqlandırır. İstər qəbul etdiyimiz dərman və yaxud da aptekdən aldığınız vitamin, istərsə də xaricdən gətirilən preparatlarla bağlı sizi narahat edən suallar varsa hər birini yazın. Sağlam Radio 93 FM-in WhatsApp nömrəsi 055 93 490 93-dür. Qısa bir reklam fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən efirimizə davam edəcəyik. Efirimiz davam edir dostlar. 93 FM-ə qoşulun 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Dərmanların bugün ölkəyə necə daxil olması, hansı mərhələlərdən keçməsi, təhlükəsizlik məsələləri sizi düşündürürsə, bu suallarınız gəlin dostlar cavabsız qalmasın. Bugün qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin İdxal-İxrac şöbəsinin müdür müavini Şirin Şahbazovdur və dərman vasitələrinin ölkə ərazisində idxal zamanı nələrə diqqət edilməlidir? Biz bugün bu haqda danışırıq. Siz də yazın suallarınızı bizim efirimizə qoşulun. Şirin bəy, fasilədən öncə biz ekspertizadan danışanda siz ekspertizanın dəyəri bir ifadəsini istifadə etdiniz və çox maraqlıdır ki, bu dəyər ümumiyyətlə necə hesablanır, miqdarı nə qədərdir və hansı qaydada müəyyən olunur bu dəyər? Ümumiyyətlə, dərman vasitələrinin idxalı zamanı aparılan ekspertizanın dəyəri idxal edilən dərman vasitələrinin növ çeşidindən, sayından və farmasevtik formasından birbaşa asılıdır. Dərman vasitələrinin idxalı zamanı aparılan ekspertizanın, həmçinin sadələşmiş ekspertizanın tarifləri Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən 2023-cü il 5 dekabr tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Daha dəqiq desək, bu qərarın 2 nömrəli əlavəsində yer alır bu tariflər, yəni qiymətlər. Onu da öncədən qeyd edim ki, burada yer alan qiymətlər ƏDV-siz nəzərdə tutulan qiymətlərdir və beləliklə inyeksiyon, həmçinin bura infuzion məhlullar da aid edilir. Dərman vasitələri, yəni bu formal dərman vasitələrinin ekspertizası üçün bir seriyasının, daha dəqiq desək, laborator ekspertizası üçün 54 manat, kapsul, tablet və bu tipli dərman vasitələrinin ekspertizası üçün 22 manat, şamlar, yəni suppositoriya formasında olan dərman vasitələrinin ekspertizası üçün 43 manat, məlhəmlər, kremlər, pastalar, bu tipli xaricə istifadə üçün dərman vasitələrinin ekspertizası üçün 47 manat, həmçinin dərman maddələrinin ekspertizası üçün isə 48 manat təşkil edir. Onu da qeyd edim ki, infuzion olmayan digər, yəni xaricə istifadə üçün və ya daxilə qəbul üçün məhlulların ekspertizasının dəyəri isə 25 manat təşkil edir.
Əlavə olaraq bildirim ki, dövlət qeydiyyatına alınması məqsədi ilə ixal edilən dərman vasitəsi nümunələri ilə bağlı daxil olmuş müraciətlər isə ödənişsiz olaraq həyata keçirilir. Təşəkkür edirəm. Ümid edirəm ki, dinləyicilərimiz də özünə lazım olan informasiyanı götürdülər və bu dərman vasitələrinin belə deyim də idxalına icazə alınması üçün müraciət edilərkən ərizəçilər tərəfindən ərizəyə hansı sənədlər əlavə edilməlidir? Onu ilk öncə vurğulayım ki, bu sənədlər qanunvericiliyə əsasən müəyyən edilir və həmçinin sənədlərin siyahısı, eləcə də müraciət ərizəsinin forması Analitik Ekspertiza Mərkəzinin rəsmi saytı olan pharma.az saytında yer almaqdadır. Buranın idxal bölməsində var. Eləcə də mərkəzin qaynar xətti olan 596 0520 nömrəsinə zəng eləyərək də bu sənədlərin siyahısı barədə və digər idxal zamanı ehtiyac olan, zəruri olan digər suallara cavab tapa bilərlər. Dərman vasitələri haqqında qanunun 9-1.5-ci bəndinə əsasən dərman vasitələri idxal olunarkən ərizəyə əlavə edilməli olan sənədlər əsasən hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəsinin vergi ödəyicisi kimi uçota alınması barədə şəhadətnamənin surəti, dərman vasitələrinin topdan satışı və ya istehsalı növü üzrə ərizəsiyə verilmiş lisenziyanın və onun əlavəsinin surəti, lisenziyada və ya onun əlavəsində göstərilən sahənin, yəni dərman vasitələrinin idxalının birbaşa həyata keçirəcəyi anbarın və ya sahənin üzərində ərizəsinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, idxal edilən malın alqı-satqı müqaviləsinin surəti, həmçinin əgər müqavilə xarici dildədirsə, onun Azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti, idxal edilən malın hesab fakturası, yəni invoice-u, əgər hesab fakturada dərman vasitələrinin hər seriyası, yəni seriya nömrələri üzrə ayrı-ayrılıqda göstərilməyibsə, həmçinin qablaşdırma vərəqəsi təqdim edilməlidir. Sonra idxal edilən dərman vasitələrinin hər partiyası, yəni hər seriyası üzrə istehsalçı tərəfindən verilən keyfiyyət sertifikatının surəti mütləq əlavə edilməlidir. Bir daha vurğulayıram, hər partiya üzrə və ümumiyyətlə malın mənşə sertifikatının surəti. Dərman vasitələrinin idxalına icazənin alınması üçün bəs ərizəçi qismində hansı şəxs, şirkət və ya qurumlar müraciət edə bilər? Bu suala da mən dərman vasitələri haqqında qanunun 9.5-ci bəndinə əsasən cavab vermək istəyirəm. Belə ki, burada qeyd olunanlara əsasən dərman vasitələrinin ölkə ərazisində idxalını müvafiq icra hakimiyyəti orqanı, yəni daha açıqlayıcı desək, Səhiyyə Nazirliyi və onun müvafiq qurumu, eləcə də dərman vasitələrinin istehsalçıları və topdan satış əczaçılıq müəssisələri həyata keçirilə bilərlər. Yəni sırf bu qrup hüquqi şəxslərdir ki, onlar dərman vasitələrinin ölkə ərazisində idxalını həyata keçirə bilərlər. Bundan başqa ona diqqət çəkmək istəyirəm ki, bəzi istisna hallar var, hansı ki, məsələn, sərgidə nümayiş etdirilmək üçün gətirilən dərman vasitələri var ki, hansı ki, onların idxalını hüquqi şəxs olmayan fərdi sahibkar da həyata keçirə bilər. Bu zaman tələb olunan sənədlərin siyahısı da nisbətən fərqlidir və həmçinin burada gətirilən dərman vasitələrinin sayı, adı və idxal olunma məqsədi ilə yanaşı deməli ərizəçiyə bu sərgini keçirəcək təşkilat tərəfindən verilmiş məktubun və ya sənədin surəti də təqdim olunmalıdır. Eləcə də onu da qeyd edim ki, sərgi üçün gətirilmiş nümunələr sərgi bitdikdən sonra ən gecə 14 gün ərzində geri qaytarılmalıdır ölkədən. Həmçinin bu dərman vasitələrinin ancaq onun üçün gətirilir və daha sonra geri qaytarılmalıdır. Bəli, daha sonra ən gecə 14 təqvim gündən sonra geri qaytarılmalıdır. Həmçinin bu nümunələrin üzərində nümunədir, satıla bilməz qeyd yazılmalıdır. Bu da vurğulanmalıdır. Bəli, bundan başqa elmi tədqiqat müəssisələri də. Bəs o hallarda necə olur onda? Elmi tədqiqatla bağlı da o hansı ki bayaq ilk öncə sadaladıq ki, biz ümumiyyətlə dərman vasitələrinin toplu qaydada ölkə ərazisində idxalını hansı qurumlar həyata keçirə bilər, qurum və şirkətlər. Yəni bu sadalayacağım isə, bu sadaladığım isə nisbətən istisna hallar hesab edə bilər. Bunlardan növbəti isə dediyim kimi elmi tədqiqat məqsədi ilə dərman vasitələrinin ölkə ərazisində idxalını elmi tədqiqat müəssisələri də həyata keçirə bilərlər. Təbii ki, bu halda qaydalar nisbətən fərqlidir və ümumiyyətlə bu qaydalar Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 116 saylı qərarına əsasən müəyyən edilir qaydalar. Yəni keyfiyyətinin, təhlükəsizliyinin, yararlılığının araşdırılması məqsədi ilə dərman vasitələrinin elmi tədqiqat müəssisələrindən tərəfindən idxalı, yəni bu qaydaya əsasən müəyyən edilir. Ki, hansı ki, bu da dediyim kimi istisna hal sayıla bilər. Sayıla bilər. Verilişimiz davam edir dostlar. Dərmanların idxalı, təhlükəsizliyi, qanunvericiliklə bağlı sualınız varsa, indi yazmaq üçün tam doğru zamandır, amma öncəsində sual-cavab rubrikamız var. Gəlin birlikdə sual-cavabımızı dinləyək, daha sonra efirimizə davam edək.
93 FM-dəyi saatlarımız 8:33-ü göstərir dostlar. Siz də suallarınızı yazıb ünvanlaya bilərsiniz. Bugün qonağımız Şirin Şahbazovdur. Şirin bəy, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin ixal-ixrac şöbəsinin müdir müavinidir və bugün dərman vasitələrinin ölkə ərazisində daha doğrusu idxalı zamanı nələrə diqqət edilməlidir? Bu haqda danışırıq. Sizə suallarınızı yazın, göndərin. Şirin bəy, dərman vasitələrinin idxalına icazə verilməsi ilə bağlı mərkəzə ünvanlanmış, belə deyək, müraciətlərin cavablandırılması hansı zaman intervalında həyata keçirilir? Dərman vasitələri haqqında qanunun 9-1.12-ci bəndinə əsasən ərizəçilər tərəfindən daxil olmuş müraciətlər qeydiyyata alınır və bu qeydiyyata alınması İnzibati icraat haqqında qanunun 31-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qeydiyyata alınmış, yəni qəbul edilmiş belə deyək, müraciət ərizələrinin və müraciət ərizələrinə təqdim edilmiş sənədlərin, həmçinin hesab fakturalarda yer alan dərman vasitələrinin ekspertizasının aparılması, bütün bu proses ümumilikdə, yəni dərman vasitələrinin standart qaydada ekspertizasının aparılacağı müraciətlər üçün 23 iş günü ərzində, yəni 23 iş günündən çox olmayaraq həyata keçirilir. Dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının aparılması ilə bağlı müraciətlərə baxılması isə 13 iş günündən çox olmayaraq müddətdə həyata keçirilir. Onu da bir daha vurğulayım ki, müraciət ərizələrinin qəbulu və yekun idxala icazə sənədlərinin və ya idxala icazədən imtina qərarlarının təqdim edilməsi ərizəçilərə mərkəzin bir pəncərə sektoru vasitəsilə həyata keçirilir. Həmçinin bir pəncərə sektoruna yaxınlaşaraq ərizəçilər, yəni bununla maraqlanan şəxslər dərman vasitələrinin idxalı, eləcə də digər dərman vasitələri ilə bağlı suallarına da cavab tapa bilərlər. Bir də nə maraqlıdır mənə, Şirin bəy, bu ekspertiza məsələsində bizdir ki, idxal olunarkən laborator ekspertiza və dövlət reyestrinə daxil olub olmaması keçirilir və bununla yanaşı, belə deyim də, hansı parametrlər ekspertizadan keçirilir? Hansı parametrlər üzrə daha doğrusu ekspertiza keçirilir? Deməli, dərman vasitələrinin idxalı zamanı aparılan ekspertizanın xüsusiyyətləri, ümumiyyətlə məqsədi və s. Çıxışımızın öncəsində də qeyd etdiyim kimi, Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 saylı qərarının 7-ci maddəsində öz əksini tapır. Burada qeyd olunanlara əsasən dərman vasitələrinin idxalı zamanı həyata keçirilən ekspertizanın məqsədi dərman vasitələrinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin belə deyək, təsdiq edilməsidir, uyğunluğunun yoxlanılmasıdır. Bununla yanaşı dərman vasitələrinin qablaşmasının və istifadə təlimatının dərman vasitələri haqqında və lisenziyalar və icazələr haqqında ölkə qanunvericiliyinə uyğun qaydada təmin edildiyi ilə bağlı ekspertizanın aparılmasıdır. Yəni başqa sözlə desək, dərman vasitələrinin təbii ki idxal olunarkən ilk öncə onun dövlət qeydiyyatının olub-olmadığı, yəni dövlət reyestrinə daxil edilib edilmədiyi yoxlanılır. Eyni qaydada dövlət qeydiyyatına alındığı zaman dərman vasitəsinin təsdiq edilmiş qablaşma maketi ilə dizaynının, orada yer alan məlumatların, qeydlərin və s. uyğun olub-olmadığı yoxlanılır. Eyni qaydada dərman vasitəsinin ilk öncədən dövlət qeydiyyatına alındığı zaman Səhiyyə Nazirliyi tərəfindən qanuna müvafiq qaydada təsdiq edilmiş Azərbaycan dilində istifadə təlimatı ilə uyğunluğunun ekspertizası həyata keçirilir. Bütün bu belə deyim mərhələlərdən uğurla keçmiş dərman vasitələri laborator ekspertizası üçün laborator ekspertizasının aparılması üçün mərkəzin laboratoriyasına təqdim edilir və laborator ekspertizası da müsbət yekunlaşmış artıq dərman vasitələrinin idxalına icazə verilir və ya bu ekspertiza mərhələlərinin hər hansısa biri mənfi nəticələnmiş dərman vasitələrinin idxalına icazədən imtina edilir. İmtina edilir. Bəs ümumilikdə götürsək, hansı hallarda dərman vasitələrinin, yəni başqa səbəblər varmı idxalına icazə verilməsindən imtina edilsin? Dərman vasitələrinin idxalına icazədən imtina halları ümumiyyətlə dərman vasitələri haqqında qanunun 9-1.16-cı bəndinə əsasən müəyyən edilir. İndi sadalayacağım hallar var ki, hansı ki bunlar dərman vasitələrinin idxalına icazədən imtina edilməsi üçün əsas hallardır. Bunlardan birincisi, ərizəçi tərəfindən bu müraciət ərizələri ünvanlanarkən təqdim edilmiş sənədlərdə və ya məlumatlarda yer alan hər hansısa bir məlumatın dərman vasitələrinin dövlət qeydiyyatına alındığı zaman təqdim edilmiş sənədlərə, yəni dövlət reyestrində yer alan hər hansısa bir məlumata uyğun olmaması halıdır ki, bu hal özlüyündə dərman vasitələrinin idxalına icazədən imtina edilməsi üçün əsas verir. Bundan başqa növbəti hal kimi dərman vasitələrinin idxalı zamanı onun dövlət qeydiyyatının olmamağı, yəni dövlət reyestrində daxil olmamağı və ya idxalına icazə verilən günədək dövlət qeydiyyatının bitdiyi hallardır ki, bu halda da dərman vasitələrinin idxalına icazədən imtina edilir. Sadəcə burada bir neçə istisna hal var. Mən onları da vurğulamaq istəyirəm yeri gəlmişkən. Bunlardan biri nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün idxal olunan dərman vasitələridir. Hansı ki, bu siyahıda daha öncədən Səhiyyə Nazirliyinin kollegiyası ilə
müvafiq qaydada təsdiqlənir və o siyahıda olub-olmamağı yoxlanılır dərmanın. Əgər o siyahıya daxildirsə, o zaman onun idxalı zamanı dövlət qeydiyyatında olmağı zəruri deyil. Bundan başqa daha öncə də diqqət çəkdiyimiz kimi sərgidən nümayiş etdirilməsi üçün gətirilən dərman vasitələridir, hansı ki, onların da belə deyək, idxal zamanı dövlət qeydiyyatına daxil olmağı zəruri deyil və həmçinin epidemiya və təbii fəlakət hallarında da müvafiq qaydada gətirilən dərman vasitələrinin dövlət qeydiyyatına daxil edilməsi zəruri deyil. Amma digər bütün hallarda, yəni bu qanunvericilikdə istisna kimi nəzərdə tutulmayan hallarda dərman vasitəsi dövlət reyestrinə daxil deyilsə, bu onun idxalına imtina edilməsi üçün əsasdır. Növbəti hal kimi Dərman vasitələri haqqında qanunun 12.3-cü maddəsinə əsasən geri çağırılmış dərman vasitəsinin idxalından imtina barədə qərar qəbul edildikdə, yəni bu hallarda da belə deyək, geri çağırılmış dərman vasitələri üçün də idxalına icazənin verilməsi mümkün deyil və onların da idxalına icazədən imtina edilir. Bundan başqa dərman vasitələrinin ekspertizasının və ya sadələşmiş ekspertizasının nəticəsi əgər yekunla mənfi nəticələnmişdirsə, bu da əsas verir ki, dərman vasitələrinin idxalına icazədən imtina edilsin. Bugün efirimizdə Sağlam Səhərdə dostlar, sağlamlığımız üçün çox vacib, bəzən gözümüzdən qaçan bir mövzunu müzakirə edirik. Dərman vasitələrinin ölkəyə idxalı zamanı nələrə diqqət edilməlidir? Suallarınız varsa 055 93 490 93 nömrəsinə yazın, göndərin. Qısa bir reklam fasiləsi olacaq, daha sonra yenidən efirdəyik. Əgər efirimizə indi qoşulmusunuzsa, gününüz aydın olsun dostlar. Sağlam Radio 93 FM-də Sağlam Səhər efirdədir. Bugün dərmanların, apteklərin rəfinə gələnə qədər keçdiyi yoldan, yoxlamalardan və təhlükəsizlik mexanizmlərindən danışırıq. Qonağımız Şirin Şahbazovda. Şirin bəy, Səhiyyə Nazirliyi Analitik Ekspertizə Mərkəzinin dərman vasitələrinin ixrac şöbəsinin müdir müavinidir. Odur ki, siz də suallarınızı Şirin bəyə ünvanlaya bilərsiniz. Biz dərman vasitələrinin idxalından danışırdıq, hansı hallarda icazə verilmir və Şirin bəy, maraqlıdır ki, idxal olunan dərman vasitələrinin ticari qablaşmasını belə deyək, tamlığı pozularsa, korlanarsa, bu kimi hallarda idxalına icazə verilirmi? Təbii ki, bu kimi hallar da tərəfimizdən daim nəzarətdə saxlanılır və idxalına icazə verilməmişdən öncə dərman vasitələrinin hər partiyası üzrə nümunələr götürüldüyü üçün bu nümunələrin ilkin ekspertizası zamanı əgər onun birincili və ya ikincili qablaşmasının tamlığı pozulmuş, korlanmış, üzərində belə deyim də, qeyd olunmuş lazım məlumatlardan hər hansısa biri silinmiş və ya oxunaqsız hala düşmüşdürsə, bu özü də artıq bu dərman vasitələrinin daşınma və ya saxlanma mərhələlərinin hər hansısa birində tələblərin pozulmasını düşünmək üçün əsas verir və bu artıq bu dərman vasitələrinin ekspertizasının mənfi nəticələnməsi kimi qiymətləndirilə bilər və ekspertiza nəticəsi mənfi qiymətləndirilmiş dərman vasitələrinin isə idxalına icazədən birmənalı olaraq imtina edilir və idxalına icazə verilmir. Bir dinləyicimiz yazır ki, Şirin bəy bayaq elmi tədqiqat məqsədi ilə dərman vasitələrinin idxalından danışdı, amma bilmək istərdim ki, ərizəçilərdən, yəni bu məqsəd üçün gətirilirsə dərman vasitələri hansı sənədlər təqdim etməyi tələb edirlər? Təşəkkür edirəm dinləyicimizə sualı üçün. Deməli, elmi tədqiqat müəssisələri az öncə də qeyd etdiyim kimi bu elmi tədqiqat müəssisələri tərəfindən dərman vasitələrinin elmi tədqiqat məqsədi ilə idxalı Nazirlər Kabinetinin 116 saylı qərarı ilə müəyyən olunur və burada qeyd olunanlara əsasən də yenə də bu dərman vasitələrinin ölkə ərazisində idxalı Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilir. Ərizəçilər tərəfindən, yəni dərman vasitələrinin bir çox hallarda bu istehsalçıları olur, tərəfindən elmi tədqiqatın aparılması üçün ölkəyə dərman vasitəsinin idxal edilməsi üçün ilk öncə Səhiyyə Nazirliyinə ərizə ilə müraciət olunur. Bu müraciət ərizəsində idxalı planlaşdırılan dərman vasitələrinin ölkəyə idxalı məqsədi, yəni hansı məqsədlə gətirilir, beynəlxalq patentləşdirilməmiş adı, ticari adı, istehsalçısının adı, sayı, ümumi miqdarı, farmakoterapevtik qrupu və s. məlumatlar qeyd olunur. Bundan başqa istehsalçı üçün, yəni həmin dərman vasitəsinin istehsalçı üçün öz istehsal ölkəsində aidiyyatı orqanın verdiyi lisenziyanın surəti, eləcə də istehsalçı tərəfindən bu dərman vasitələrinə verilmiş keyfiyyəti təsdiq edən sənədlər mütləq yer almalıdır bu təqdim edilən sənədlərin içərisində və bu yekun təqdim edilmiş sənədlərin ilkin ekspertizası aparılır və yekun rəy verilir bu barədə
Onu da qeyd edim ki, həmçinin təqdim edilməli olan sənədlərdən biri də bu ölkəmizdə belə deyək də idxalçı ərizəçinin ölkəmizdə hər hansısa bir elmi tədqiqat müəssisəsi ilə razılaşması barədə belə deyək müqavilənin surəti də bəli, o sənəddə təqdim edilməlidir və yekun sənədlər ekspertiza edildikdən sonra rəy verilir və bu rəy Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasına təqdim edilir və Ekspert Şurası nəhayətində elmi tədqiqat məqsədi ilə bu dərman vasitələrinin ölkə ərazisinə idxalına icazə verilib. Ümumiyyətlə, yəni elmi tədqiqatın aparılmamasının məqsədə uyğunluğunu barədə yekun qərar verir. Şirin bəy, bəs aşkarlanmış belə deyək də uyğunsuzluqlar səbəbindən idxalına icazədən imtina edilmiş hallarla bağlı ərizəçilər təkrar müraciət ünvanlaya bilərmi, yoxsa yox? Dərman vasitələri haqqında qanunun 9-1.13-cü bəndinə əsasən ərizəçilər aşkarlanmış uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təkrar ərizə ilə icazə verən orqana müraciət edə bilərlər. Ancaq burada bir nüansa diqqət çəkmək istəyirəm ki, burada aşkarlanmış uyğunsuzluqlar dedikdə əsasən müvafiq texniki və ya belə deyim də dövlət qeydiyyatı ilə bağlı olan hər hansısa bir məlumat uyğunsuzluğu başa düşülməlidir. Yəni dərman vasitələrinin laborator ekspertizası nəticəsində mənfi olduğu və ya dərman vasitəsinin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı aşkarlanmış digər uyğunsuzluqlar səbəbindən təkrar ərizə ilə müraciət edilməsi məqsədə uyğun hesab edilmir. Bəs dərman vasitəsinin dövlət qeydiyyatı vəsiqəsinin qüvvədə olma müddəti bitdikdən sonra, baxmayaraq ki, bu dərman vasitəsi yenidən qeydiyyat prosesindədir. Bu zaman onun ölkə ərazisi idxalı həyata keçirilə bilərmi? Açığı bu tipli, yəni bu xarakterdə suallara biz özümüz də ərizəçilər, bəzən idxalçı şirkətlər, yəni distributorlar, bəzən qeydiyyat vəsiqəsi sahibləri tərəfindən çox rastlaşırıq. Onu qeyd etmək istəyirəm ki, daha öncə də qeyd etdiyimiz kimi dərman vasitələri haqqında qanunda idxala icazə edən imtina hallarından biri kimi dərman vasitəsinin dövlət reyestrinə daxil olmaması müddəası var. Və əgər bir dərman vasitəsinin hazırki qeydiyyat vəsiqəsinin müddəti bitibdirsə və baxmayaraq ki, o yenidən qeydiyyat prosesindədir, ta o vaxta qədər ki, yenidən qeydiyyat prosesi yekunlaşmır və bu dərman vasitəsinə yeni qeydiyyat vəsiqəsi verilmir, o günə qədər bu dərman vasitəsi dövlət reyestrinə daxil hesab edilmir və bu səbəbdən bu dərman vasitələrinin də idxalına icazədən imtina edilir. Ancaq dövlət qeydiyyat vəsiqəsi yeni qeydiyyat vəsiqəsi aldıqdan sonra, yenidən qeydiyyat prosesi yekunlaşdıqdan sonra, bəli, bu dərman vasitələrinin idxalına icazə üçün müraciət edilə bilər və ekspertiza nəticəsi də müsbət olarsa, o dərman vasitələrinin idxalına icazə veriləcəkdir. Bəs humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı bu dərman vasitələrinin hansı qaydada həyata keçirilir? Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı ilk öncə onu qeyd edim ki, dərman vasitəsinin istehsalçı tərəfindən keyfiyyəti təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyətinin, yəni Səhiyyə Nazirliyinin icazəsi əsasında yol verilir. Ancaq ümumiyyətlə humanitar məqsədlər üçün dərman vasitələrinin ölkə ərazisində idxalı qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 141 saylı qərarına əsasən tənzimlənir. Ümumiyyətlə prosesin özü burada da təqdim edilən sənədlərin belə deyək siyahısı nisbətən fərqlidir. Onlardan birini az öncə də qeyd etdim. Yəni istehsalçı tərəfindən dərman vasitəsinin keyfiyyəti ilə bağlı verilmiş sertifikatın sürətidir. Bundan başqa ərizəçilər və humanitar təşkilatlar, ola bilər tibb müəssisələri və s. idxalın həyata keçirilməsi ilə bağlı ərizə ilə müraciət edir. Ərizəyə sənədlər, müvafiq sənədlər əlavə edilir, hansı ki, burada dərman vasitəsinin yenə adı həm beynəlxalq patentləşdirilməmiş adı, yəni təsir edici maddəsi, həm ticari adı, eyni qaydada sayı, miqdarı, dəyəri, farmakoterapevtik qrupu, seriya nömrəsi, son istifadə tarixi, gətirilmə məqsədi və s. qeyd olunmaqla spesifikasiyası, eyni qaydada hesab fakturanın surəti, həmçinin humanitar məqsədlə idxal edilən dərman vasitəsinin burada, yəni ölkəmizdə tibbi fəaliyyətlə məşğul olmaq hüququ olan hüquqi şəxs və ya fərdi sahibkarlar arasında belə deyək bölüşdürmə planı, eyni qaydada belə deyim, humanitar təşkilat tərəfindən, yəni mal göndərən tərəfindən ianə məktubu və ya ona bərabər tutulan sənədin surəti və bu kimi sənədlər belə deyim, bu sənədlər təqdim edilir. O sənədlərin ekspertizasının nəhayətində, yekununda ekspertizanın nəticəsinə uyğun olaraq bu dərman vasitələrinin də ölkəyə idxalına icazə verilir və idxalına icazədən imtina edilir. Çox təşəkkür edirəm Şirin bəy. Dostlar, sağlamlıqla bağlı doğru qərar vermək üçün doğru məlumat da şərtdir. Məhz buna görə də Sağlam Radio 93 FM-də Sağlam Səhərdə bugün dərman vasitələrinin ölkəyə idxalı mövzusunu diqqət mərkəzinə almışıq. Qısa bir fasiləmiz olacaq. Daha sonra yenidən efirdə olacaq. Diqqətiniz bizdə olsun, dağanı dəyişməyin.
93 FM-də dostlar, artıq ikinci saatımıza gəldik, çatdıq. Bizə qoşulmusunuzsa gününüz aydın olsun. Bir fincan çayınızı və ya qəhvənizi, səhər yeməyinizi hazır edin. Dağanı 93 FM-ə köklüyün, suallarınızı 055 93 490 93 nömrəsinə yazın, göndərin. Çünki bugünkü qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin idxal, ixrac şöbəsinin müdir müavini Şirin Şahbazovdur və Şirin bəy bugün bizə dərman vasitələrinin ölkə ərazisinə idxalı zamanı nələrə diqqət edilməlidir? Bu mövzuda danışırıq. Siz də suallarınızı vaxt itirmədən yazıb göndərə bilərsiniz. Biz fasilədən öncə humanitar məqsədlə dərman vasitələrinin idxalından danışırdıq ki, hansı qaydalarda həyata keçirilir və digər bir məsələ isə idxal olunarkən idxalçıdan sırf bu humanitar məqsədlər üçün Şirin bəy hansı sənədləri təqdim etməyə tələb olunur? Qeyd etdiyim kimi, deməli, humanitar məqsədlə dərman vasitələri idxal olunarkən ərizəçilər, humanitar təşkilatlar və ya digər hüquqi şəxslər müraciət edərkən ərizəyə, yəni müraciət ərizəsinə idxal edilən dərman vasitələrinin idxal olunma məqsədi, sayı, seriya nömrəsi, bu dərman vasitələrinin son istifadə tarixi, istehsalçısının adı, beynəlxalq patentləşdirilməmiş adı, ticari adı və s. qeyd olunmaqla spesifikasiyası təqdim edilməlidir. Eyni zamanda hesab fakturanın sürəti təqdim edilməlidir. Sonra ölkəmizdə tibbi fəaliyyətlə məşğul olmaq hüququ olan belə deyək, hüquqi şəxslərin və fərdi sahibkarların arasında bu humanitar yardımın bölüşdürmə planı təqdim edilməlidir. Eyni qaydada humanitar yardımı göndərən təşkilatın iyanə məktubunun sürəti təqdim edilməlidir. Və bunların yekun ekspertizası əsasında, yəni yekun ekspertizanın nəticəsi əsasında bu dərman vasitələrinin idxalına icazə verilir və idxalına icazədən imtina edilir. Təşəkkür edirəm Şirin bəy. Dostlar, siz də suallarınızı yazıb göndərə bilərsiniz. Epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin idxalı bəs hansı qaydada həyata keçirilir, tənzimlənir? Epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda da dərman vasitələrinin ölkə ərazisinə idxalı xüsusi istisna hal kimi qiymətləndirilə bilər və ölkəyə gətirilən dərman vasitələrinin öz istehsalçı ölkəsində dövlət qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər, həmçinin istehsalçı tərəfindən keyfiyyətini təsdiq edən sənədlər olduqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bu dərman vasitələrinin ölkə ərazisinə idxalına icazə verilir. Yazın dostlar, 055 93 490 93 nömrəsinə suallarınızı ünvanlaya bilərsiniz. Elə bir dinləyicimiz belə bir sual ünvanlayıb ki, bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalına icazənin alınması üçün analitik ekspertiza mərkəzinə mi müraciət edilməlidir? Dinləyicimizə sualına görə təşəkkür edirəm. Bu düzü praktikamızda da çox rastlaşdığımız, çox qarşılaşdığımız suallardandır və həqiqətən də həssas bir nöqtəyə toxunub da, yəni aydınlıq gətirilməsi lazım olan bir məsələyə. İlk öncə vurğulayım ki, bir mənalı olaraq xeyr, yəni hazırda bioloji fəallığa malik qida əlavələrinin, indiki adı ilə isə bioloji aktiv qida maddələrinin idxalına icazənin verilməsi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri daxilində deyil. Yalnız bu qəbul olunan maddələri, məhsulların dərman vasitəsi olub-olmadığı barədə rəy verilməsi mərkəzin tərəfindən icra olunur və əgər bu və ya digər məhsul barədə dərman vasitəsi deyil, bioloji aktiv qida maddəsi olduğuna dair rəy verilərsə, o zaman bundan sonraki bütün mərhələlərdə, yəni həmçinin bu məhsulların ölkəyə idxalı, satışı və s. məsələlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tənzimlənir. Şirin bəy, bir də hazırda ölkəmizdə, belə deyək də, dərman vasitələrinin qiymətlərinin yuxarı həddi dövlət tərəfindən tənzimlənir və dərman vasitələri də müvafiq topdan və ya pərakəndə satış qiyməti almadan, eləcə də onlar üçün təsdiq edilmiş qiymətlərdən yuxarı qiymətə satıla bilməzlər. Bəs bu qayda dərman vasitələrinin idxal prosesində şamil olunurmu? Yəni ümumi burada bir qarşılıqlı bir əlaqəli mexanizm varmı? Dərman vasitələri haqqında qanunun 4.7-ci bəndinə əsasən dərman vasitələri, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiyməti tənzimlənmədən və ya tənzimlənmiş qiymətdən, yəni təsdiq edilmiş qiymətdən yuxarı hədlərdə satılması qadağandır və inzibati məsuliyyət yaradır. Bununla bağlı hüquqi və fiziki şəxslər, əgər bu kimi hallar aşkarlanarsa, qanuna müvafiq qaydada protokol tərtib edilməklə cəzalandırılır. Ancaq
Burada diqqət elədinizsə bu mədddə dərman vasitələri idxalı ilə bağlı qeyd yoxdur. Bu isə öz növbəsində dərman vasitələrinin təchizatının pozulmaması üçün belə deyim də qoyulmuş bir belə deyək həddir. Belə ki, bəzən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin qiymətinin alınmağı prosedurdan asılı olaraq 1 ay, 3 aya qədər müddət ala bilər ki, bu müddət ərzində də həmin dərman vasitəsinin təchizatının ləngiməməsi üçün burada idxalla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Ancaq idxal edilmiş olsa belə, yəni idxalına icazə almış olsa belə bu dərman vasitəsinin əgər qiyməti təsdiqlənməyibsə, o zaman onun satışına, yəni satışa çıxarılmasına icazə verilmir. Siz də suallarınızı yazın, göndərin. Dəyərli dinləyicilər, maraqlı müzakirəmizə biz qısa bir fasilə verəcəyik. Unutmayın, bu gün Sağlam Səhərdə hər bir kəsi maraqlandıran, gündəlik həyatımızla birbaşa bağlı olan bir mövzu gündəmdədir. Dərman vasitələrinin idxalı, yoxlama mərhələləri, təhlükəsi məsələlər haqqında danışırıq. Qısa fasilədən sonra yenidən efirdə diqqətiniz bizdə olsun, dalğanı dəyişməyin dostlar. Efirimiz davam edir dostlar. Siz də bizə qoşula bilərsiniz, suallarınızı yaza bilərsiniz. 8191 nömrəli dinləyicimiz bizə maraqlı bir sual ünvanlayıb. Sabahınız xeyir. Öyrənmək istərdim ki, ölkə ərazisindən digər ölkələrə dərman vasitələrinin ixracının mümkünlüyü hansı səviyyədədir deyə Cavad bəy bizdən soruşur. Şirin bəy, buyurun. Dərman vasitələrinin ixracı hazırda qanunvericiliyə əsasən icazə, yəni Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilən fəaliyyət növünə aid edilmir. Yəni qanunvericilikdə bununla bağlı xüsusi müddəa yoxdur. Bu səbəbdən dərman vasitələrinin ölkə ərazisindən xarici ölkələrə ixracı ümumi ölkələrdə qüvvədə olan idxal-ixrac belə deyək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ancaq bəzi həssas qrupdan olan dərman vasitələri var ki, hansı ki bunlar narkotik və psixotrop tərkibli dərman vasitələrinin hətta tranzit keçidi zamanı belə xüsusi icazə tələb olunur ki, bəli, bu halda Səhiyyə Nazirliyinin rəyi tələb olunur. Ancaq digər hallar ümumi idxal-ixrac qaydalarına əsasən tənzimlənir. Siz də yazın 055 93 490 93 nömrəsinə dostlar suallarınızı. Şirin bəy, idxal edilən hansı dərman vasitələri nəzarət markaları ilə təmin olunur və bu proses hansı qaydada həyata keçirilir? Nəzarət markasının verilməsi uçotu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyul tarixli 191 nömrəli qərarına əsasən, daha dəqiq isə bu qərarın 1.2.1-ci bəndinə əsasən dərman vasitələri də həm ölkədə istehsal olunan, həmçinin ölkəyə idxal olunan və satışa və ya paylanmağa, yəni yayılmağa buraxılmamışdan öncə müvafiq qaydada nəzarət markası ilə markalanmalı olan məhsullar siyahısına aiddir və nəzarət markaları ilə markalanmalıdır. Ancaq burada bir şeyə diqqət çəkmək istəyirəm ki, elə bu qərarın özündə istisna hallar qeyd olunur. Hansı istisna hallardır bu? Bu dərman vasitələri haqqında qanununa əsasən dövlət qeydiyyatı tələb olunmayan qrupdan olan dərman vasitələri nəzarət markası ilə markalanmağına ehtiyac yoxdur. Epidemiya və təbii fəlakət və digər fövqəladə hallar zamanı idxal edilən dərman vasitələrinin markalanmasına ehtiyac yoxdur. Nadir hallarda rast gəlinən xəstəliklər müalicəsində istifadə edilən dərman vasitələrinin markalanmasına ehtiyac yoxdur. Sərgi üçün, sərgidə nümayiş üçün gətirilən dərman vasitələrinin markalanmasına ehtiyac yoxdur. Eləcə də fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gətirilən dərman vasitələri nəzarət markaları ilə markalanmır. Həmçinin burada xüsusi bir qeyd etmək istəyirəm ki, Səhiyyə Nazirliyinin və ya digər dövlət qurumlarının sifarişi əsasında qeyri-kommersiya məqsədi ilə, buna xüsusi diqqət çəkmək istəyirəm, qeyri-kommersiya məqsədi ilə idxal edilən dərman vasitələrində nəzarət markaları ilə təmin edilməsine ehtiyac yoxdur. Amma digər bütün hallarda hazırki qanunvericiliyə əsasən nəzarət markaları ilə təmin edilməlidir dərman vasitələri. Aha. İdxalı həyata keçirilən zaman dövlət reyestrinə daxil olan və rəsmi qaydada idxalına icazə verilmiş dərman vasitələrinin dövlət qeydiyyatı vəsiqəsinin qüvvədə olma müddəti bitdikdən sonra istifadəsinə yol verilirmi? Bu da əslində çox maraqlı bir sualdır və bizim də praktikamızda tez-tez qarşılaşdığımız həm vətəndaşlardan, həm də idxalçı şirkətlərdən aldığımız suallardandır. Bununla bağlı bildirmək istəyirəm ki, əslində praktikamıza əsasən ölkəmizdə dövlət qeydiyyatına alınmış əksər dərman vasitələrinin qeydiyyat vəsiqəsi sahibləri tərəfindən dərman vasitəsinin qeydiyyat müddəti bitdikdən sonra yenidən qeydiyyat üçün müvafiq qaydada müraciət edilir və bu dərman vasitələrinin ekspertizasının nəticəsi müsbət olarsa, yəni qeydiyyat ekspertizasının, onların dövlət qeydiyyatına alınır və təkrar 5 il müddətinə qüvvədə olan yeni qeydiyyat vəsiqəsi ilə təmin olunurlar. Əksər hallarda proses bu cür olur. Ancaq qanunvericiliyə əsasən də bu cür olmayan hallarda, yəni daha dəqiq desək, dərman vasitələri haqqında qanunun 6.12-ci bəndinə əsasən ölkə ərazisində dövlət qeydiyyatının qüvvədə olduğu müddət ərzində dövrəyə buraxılmış, yəni idxalına icazə verilmiş və ya yerli istehsaldırsa satışına icazə verilmiş dərman vasitələrinin
qeydiyyat müddəti bitdikdən sonra belə özünün son istifadə tarixi, yəni həmin partiyanın, həmin dərman vasitəsinin son istifadə tarixi bitən müddətədək istifadəsinə və satışına yol verilir və bu qanunvericiliyə qadağan deyil. 055 93 490 93 də bizim WhatsApp nömrəmizdir. Yazın, göndərin suallarınızı. Bəs burada o dərman vasitələrinin zəruri miqdarı mövzusuna da toxunacaq. Sizə suallarınızı yazın, göndərin dostlar və 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Verilişimizin bitməsinə çox az zamanımız qalıb. Bizim qısa bir fasiləmiz olacaq. Fasilədən sonra verilişimizin sonuncu hissəsinə keçid alacaq, amma öncəsində sual-cavab rubrikamız var. Gəlin birlikdə sual-cavab rubrikamızı dinləyək. Yeri gəlmişkən bugün efirdə dərman vasitələrinin ölkə ərazisinə idxalı zamanı nələrə diqqət edilməlidir mövzusunda qonağımız Şirin Şahbazov danışır. Şirin bəy Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdir müavinidir. Vaxt itirmədən siz də bizim efirimizə qoşula bilərsiniz. Verilişimizin son hissəsinə gəlib çatdıq dostlar. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də suallarınızı yazıb ünvanlaya bilərsiniz. Bugünkü mövzumuz olduqca maraqlıdır və dərman vasitələrinin ölkə ərazisinə idxalı zamanı nələrə diqqət olmalıdır? Bu haqda biz kifayət qədər məlumatlar əldə etdik. Bu gün qonağımız da Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazovdur. Suallarınızı elə Şirin bəyə ünvanlaya bilərsiniz. Şirin bəy, fiziki şəxslər xarici ölkələrdən gələrkən və ya ölkəmizdən xarici ölkələrə səfər edərkən özləri ilə dərman vasitələrini gətirə və ya apara bilərmi? Bu mənə elə gəlir ki, sizə ünvanlanan, daha çox ünvanlanan suallardan biridir və insanları da hər zaman düşündürür. Çünki biz xaricdən gələndə də sadəcə o insanlara, dostlarımıza, tanışlarımıza, yəni mənə telefon gətir, mənə o geyimi gətir deyil, artıq elə bir leveldəyik, etapdayıq ki, mənə filan dərmanları gətir etapında da oluruq. Ona görə də bu maraqlı bir sualdır ki, həqiqətən fiziki şəxslər xarici ölkələrdən gələrkən və ölkəmizdən xarici ölkələrə səfər edərkən özləri ilə dərman vasitələrini gətirə və ya apara bilərlərmi və onlarsa hansı şərtlərlə, olmazsa hansı səbəblərdən? Sual üçün təşəkkür edirəm. Həqiqətən də siz də qeyd etdiyiniz kimi bu və bu xarakterli suallar bizim ən çox rastlaşdığımız vətəndaşlar tərəfindən aldığımız müraciətlərə hesab edilə bilər, müraciətlərdən hesab edilə bilər. Onu qeyd edeyim ki, dərman vasitələri haqqında qanunun 9.4-cü bəndinə əsasən fiziki şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini ölkəyə gələrkən və gedərkən maneəsiz gətirə və apara bilərlər. Ancaq burada biraz daha geniş məlumat vermək istəyirəm. Belə ki, özünüz görürsünüzsə burada nisbətən məsələn hər kəs üçün aid olmayan məsələlər meydana çıxa bilər. Bunlardan biri kimi məsələn hansı dərman vasitələrini gətirə bilməsi şəxs və ya kimin üçün gətirə bilər, kimin üçün gətirə bilməz. Onu qeyd edirəm ki, görürsüz qanunvericiliyin də bəndə deyildiyi kimi şəxsi istifadə üçün dərman vasitələrinin gətirilməsindən gedir söhbət. Yəni şəxs özü gələrkən özü və ya ən yaxşı halda birinci dərəcəli ailə üzvləri üçün dərman vasitələrini əslində gətirə və apara bilərlər. Yəni qanunvericilikdə nəzərdə tutulan müddət bunun üçün nəzərdə tutulub əslində. Yəni və həmçinin bəzi dərman vasitələri var ki, onlara hansı ki xüsusi qrupda olan və ölkədə dövriyyəsi və gətirilməsi qadağan olan narkotik və psixotrop maddələr qrupuna daxil olan maddələr varsa, əgər bu gətirilən dərman vasitələrinin tərkibində, o zaman bu dərman vasitələrində nəzərə almalıdırlar və diqqət etməlidirlər ki, bu dərman vasitələrində ölkə ərazisində hətta şəxsi istifadə üçün baxmayaraq ki, hətta xarici ölkədə bəlkə müalicə həkimi tərəfindən təyin olunub, bəlkə resepti də var, ancaq bu dərman vasitələrinin bu halda belə ölkə ərazisinə gətirilməsi yol verilməsi halıdır. Yəni bu kimi məsələlərə diqqət edilməlidir. Siz də yazın dostlar suallarınızı 055 93 490 93 bizim WhatsApp nömrəmizdir və zəruri miqdar deyəndə bu zəruri miqdar hər kəsin ağlına başqa cür belə canlanır. Nədir o, belə deyim, hansı qaydada müəyyən edilir o zəruri miqdar? Burada əslində zəruri miqdar ifadəsi deyildikdə, yəni dərman vasitələrinin münasibətdə bilirikdə, zəruri miqdar odur ki, bir şəxsin müalicəsi üçün lazım olan dərman vasitəsinin miqdarı nə qədərdirsə, əslində o elə özü zəruri miqdar deməkdir. Kiminə biz bayaq bir fasilə danışırdıq ki, bu kimi insan üçün məsələn bir tablet formasında preparatı götürsə 30 tabletdə kimi üçün 60, kimi üçün 90 və kimi üçün də 120 ola bilər. Bəli, hətta bəzi hallarda daimi də təyin edilə bilən dərman vasitələri var bildiyimiz kimi. Bu isə sırf müalicə həkimi tərəfindən təyinata bağlıdır. Yəni müalicə həkimi tərəfindən
reseptdə qeyd edilən dərman vasitəsinin miqdarı həmin şəxsin müalicəsi üçün, yəni dolayısıyla həmin şəxs üçün zəruri miqdar hesab edilir və ona əsasən təyin edilir. Burada həmçinin mən bir şeyə də diqqət çəkmək istəyirəm ki, söz açılmışkən. Burada bəzi hallarda dərman vasitəsinin ticari adları ilə müqayisəsi aparıla bilər. Məsələn, dərman vasitəsinin reseptdə göstərilən miqdarı dərman vasitəsinin ticari adı eyni olmayan, ancaq ona ekvivalent olan, yəni alternativ hesab edilə biləcək dərman vasitəsi ilə də əvəzlənə bilər. Yəni onun da gətirilməsi yol verilən halda əslində o halda ki, dediyim kimi, bu dərman digərinə ekvivalent olsun, ticari adları fərqlənsə bilər. Ekvivalent dərman vasitələri hansı dərman vasitələridir? Ekvivalent dərman vasitələri o dərman vasitələridir ki, onların əsas təsir edici maddəsi, yəni beynəlxalq patentləşdirilmiş adı, dozası, yəni həmin təsir edici maddənin mütləq dozası və farmasevtik forması həmçinin, yəni tablet dərman formalıdırsa tablet olmalıdır, inyeksiyon formalıdırsa inyeksiyon sadəcə formalıdır. Adı belə deyim, ticari adı başqadır. Sadəcə ticari adı fərqlidir. Tamamilə tərkibi eyni dərəcədə eyni dozada. Bəli, bunlara orijinal və generik dərman vasitələri misal çəkə bilərik və ya dediyim kimi, yəni bu belə deyək, parametrləri eyni olan dərman vasitələri ekvivalent hesab olunur və onlar da əvəzlənə bilər və qanunvericiliyə əsasən bu da yol verilən haldır ki, hansı ki zəruri miqdar dedikdə özü və ya ona ekvivalent olan dərman vasitəsinin müalicə həkimi tərəfindən təyin edilən miqdarı başa düşülməlidir. Çox təşəkkür edirəm Şirin bəy və sonuncu dinləyicimizlə sualını istərdim səsləndirim. Dərman vasitələrinin ölkəmizə idxalını həyata keçirən şəxslərdir, sahibkarlar üçün son illərdə nə kimi asanlaşdırıcı, təşviq edici tədbirlər həyata keçirilir? Bunu soruşur dinləyicimiz. Əslində bununla bağlı bir çox şey sadala bilərik. Biz buna məsələn müasir texniki həllər, proseslərin daha çox avtomatlaşdırılması, sonra ümumiyyətlə prosesin özünün ardıcıllığının sahibkarlar üçün əl çatan və əlverişli formaya gətirilməsi və s. sadala bilərik. Ancaq xüsusi diqqət çəkmək istədiyim məqam elə qısa müddət öncə olmuş, yəni 2023-cü ildə dərman vasitələri haqqında qanuna edilmiş dəyişikliklərlə bağlı bir neçə nüansa diqqət çəkmək istəyirəm. Bunlardan birincisi odur ki, həqiqətən çox diqqətə alınan məqam kimi qiymətləndirilə bilər. Sadələşmiş qaydada dövlət qeydiyyatına alınan dərman vasitələrinin, yəni beynəlxalq qeydiyyatı tanınmaqla, başqa sözlə desək, dövlət qeydiyyatına alınan dərman vasitələrinin həmçinin, yəni həm qeydiyyat prosesinin sadələşdirilməsi və müddətinin qısaldılması, həmçinin onların idxalı zamanında aparılan ekspertizanın sadələşdirilməsi və müddətinin qısaldılması barədə danışa bilərik. Belə ki, çıxışımızın öncəki dəqiqələrində də vurğulamışdıq əslində. Bu qəbildən olan, yəni bu qaydada dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün idxala icazə sənədlərinin baxılması və icra edilməsi müddəti 23 iş günü deyil, 13 iş günüdür. Həmçinin yəni onlarla bağlı aparılan ekspertizanın, yəni sadələşdirilmiş ekspertizanın müddəti 17 iş günü deyil, 7 iş günüdür. Ki yəni burada 10 gün, bəli, burada daha qısa olduğunu görürük. Həmçinin onu da yeri gəlmişdə vurğulayım ki, bunların dövlət qeydiyyatına alınması zamanında təqdim edilməli olan sənədlər və bütün belə deyək də şərtlər ödənilirsə, onların dövlət qeydiyyatı da çox qısa zaman ərzində olur. Yəni standart qaydada 90 gün olan qaydadan fərqli olaraq cəmi 15 iş gün ərzində yekunlaşa bilər. Ki hansı ki bu özü həm idxal şirkətlər üçün, həm qeydiyyat vəsiqəsi sahibləri üçün çox belə deyək də asanlaşdırıcı tədbir kimi qiymətləndirilə bilər. Növbəti bir hal kimi mən onu vurğulaya bilərəm ki, daha öncəki illərdə qanunvericiliyə əsasən ölkəyə idxal edilən dərman vasitələrinin hər birinin Azərbaycan dilində müvafiq qaydada təsdiq edilmiş istifadə təlimatı fiziki şəkildə dərman vasitəsini müşahidə etməli idi. Və bu tələbə əsasən isə bəzi hallarda məsələn dərman vasitələrinin ölkəyə daxil olduqdan sonra istifadə təlimatı ilə təmin edilməsi və ya çatmamış ən son belə deyək də dayanacaqda istifadə təlimatı ilə təmin olunması və s. prosesi icra olunurdu. Hansı ki bu da bəzi hallarda ləngimələrə səbəb ola bilərdi. Ancaq edilmiş dəyişikliklərdən sonra hazırda dərman vasitələri haqqında qanunun 11.3-cü bəndinə əsasən ölkəyə idxal olunan dərman vasitələri hətta Azərbaycan dilində istifadə təlimatı ilə birbaşa belə deyək də təmin edilmədiyi hallarda, yəni fiziki qaydada müşahidə etmədiyi halda belə idxalı həyata keçirə bilər. Ancaq bu halda bir şey nəzərə alınmalıdır ki, təbii ki, onu vurğulayım ki, istifadə təlimatı mütləq qaydada dövlət qeydiyyatına alınan zaman onsuz da Azərbaycan dilində təsdiq edilmiş formada, bəli, təsdiq edilir Səhiyyə Nazirliyi tərəfindən və onsuz da o mövzuda olur, dövlət reyestrində də yer alır və əsli də təbii ki, qeydiyyat vəsiqəsi sahiblərində olur. Həmçinin ancaq onu vurğulamaq lazımdır ki, aptek təşkilatları da istehlakçının, pasiyentin, vətəndaşların tələbi əsasında bu istifadə təlimatını əgər yəni dərman vasitəsinin özünü müşahidə etmirsə, bir nüsxəsini çıxararaq istehlakçıya mütləq təqdim etməlidir. Burada qeydiyyat vəsiqəsi sahibinin üzərinə düşən məsuliyyət isə aptek təşkilatlarını bu istifadə təlimatları ilə, yəni özünün qeydiyyat vəsiqəsi sahibi olduğu dərman vasitələrinin istifadə təlimatı ilə təmin etməlidirlər, yəni təmin etməkdə borcludurlar.
Əlavə məlumat kimi mən onu da vurğulamağa özümə borc bilirəm ki, Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş və belə deyək, icra edilən elektron resept sistemi vasitəsilə də, yəni elektron sisteminin həm web brauzer versiyasında, həm mobil tətbiq vasitəsilə də vətəndaşlarımız ölkəmizdə dövlət qeydiyyatına alınmış və hazırda dövriyyədə olan dərman vasitələrinin istifadə təlimatı ilə, yəni Azərbaycan ilə müvafiq qaydada təsdiq edilmiş istifadə təlimatı ilə tanış ola bilərlər. Bu dediyim kimi bütün vətəndaşlarımız üçün də hətta normal öz istifadəçi hesablarına daxil olaraq axtardıqları dərman vasitəsinin istifadə təlimatı ilə oradan da tanış ola bilərlər. Çox təşəkkür edirəm Şirin bəy. Bunu mən əminəm ki, bir çox dinləyicimiz bilmirdi, mən də bilmirdim və elektron reseptdən də həm də bu formada biz yararlana bilərik. Təşəkkür edirəm Şirin bəy. Biz verilişimizin yavaş-yavaş sonuna yaxınlaşırıq, amma belə deyim də bu sahənin mütəxəssisi kimi dinləyicilərimizə istərdim ki, sonda yenə bir tövsiyə edəsiniz ki, dərman alarkən və istifadə edərkən hər bir vətəndaş nəyə xüsusi diqqət yetirməlidir ki, öz sağlamlığını riskə atmasın? Mən də ilk öncə təşəkkür edirəm dəvətiniz üçün və bacardığım qədər də vətəndaşlarımıza maraqlı olan ola biləcək sualları cavablandırmağa çalışdım. Onu vurğulamaq istərdim ki, təbii ki, ilk öncə hər bir şəxs öz sağlamlığının keşiyində durmalıdır və dərman vasitələri xüsusi həssas qrupdan olan məhsullar hesab edildiyindən onlar alarkən, əldə edərkən mütləq qaydada son istifadə tarixinin bitmədiyinə, sonra üzərində qeyd edilən məlumatların pozulmadığına, sonra seriya nömrəsinin pozulmadığına və s. diqqət eləsinlər. Həmçinin əgər hər hansısa bir şübhəli məqamla rastlaşarlarsa, hansı ki onun aydınlaşdırılması onlarda çətinlik yaradır və yenə qeyd etdiyim kimi hər hansısa bir uyğunsuz vəziyyət aşılanıbsa, o zaman bizim mərkəzin, yəni Analitik Ekspertiza Mərkəzinin qaynar xəttinə müraciət edə bilərlər və bu həm şifahi qaydada, həm yazılı qaydada, həm elektron postumuza edilə bilər müraciətlər, həm farmasi saytı vasitəsilə edilə bilər, həm qaynar xətt vasitəsilə. Qaynar xətti əlaqə nömrəsini 596-05-20 nömrələrinə zəng eləsinlər və öz belə deyək də aşkarladıqları, qarşılaşdıqları əzaçılıq təşkilatlarında hər hansısa bir şübhəli məqamlar barədə mütləq məlumatlandırsınlar bizi, mərkəzimizi və əmin edirəm ki, onların bütün müraciətləri lazımi qaydada baxılacaq və araşdırılacaqdır. Çox təşəkkür edirəm Şirin bəy, minnətdaram sizə. Sağlamlıq dostlar doğrudan da bir seçimdir və biz bugün o seçimin arxasındakı sistemi tanıdıq. Sağlam Radio 93 FM-də Sağlam Səhərdə qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin ixrac şöbəsinin müdir müavini Şirin Şahbazova idi və unutmayın dostlar, doğru, düzgün məlumat elə ən güclü dərmanın özüdür. Bizdən bugünlük bu qədər. Sabah yenə də eyni saatda Sağlam Radioda eşidilərik dostlar, özünüzdən müğayət olun, sağlıqla qalın.